Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə ATV-lər məhəlləsi deyilən ərazidə, yola yaxın, məktəbə yaxın ərazidə, demək 232-də şəxsi inşa olunmuş 3 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərinizə çatdırıram, ev 8-9 kürsüdə inşa olunub. Demək, fundamenti vurulub, kəmərləri atılıb, şəxsi inşa olunmuş bir ev olub. Bax, belə kürsülüdür. Gördüyünüz kimi, bax, bu hissəsi zirzəmi hissəsidir, quru ərazidir. Bir dənə burada nəmişlik yoxdur. Kombi sistemləri, pitmutka görürsünüz, hamısı ayrı-ayrıdır. Demək, altına nə istəsiniz, artıq əşyaları yığa bilərsiniz. Həyətinə də rahat 200 maşın daxil ola bilər. Qalxağın da evin içi ilə tanış olağın, həyəti ilə tanış olduq. Həyəti rahat hardasa bir sot həyəti var. Bir sota yaxındır. Bir sot olmasa 80-90 kvadrat həyəti var. Həyəti də bir dənə belə buradan ətraflı çəkirəm. Sona qədər izləyin ki, ev haqqında bütün məlumatların, evin proyektlərinin halısınız nəzərdə çatdırım. Əsas önəmli odur ki, məktəbdən kimsə yaxınlığında ev istəyirsə, məktəbə yaxın ərazidən rahat ev, yəni əraziyə yaxındır, sonra yola yaxındır, 92-170 marşlarına yaxındır. Bax, bu hissəsi giriş hissəsidir. Dəhlizi haradasa 150-160 olar, normal dəhlizi var, kombi sistemləri hamısı qurlaşdırılıb. Girən kimi burada sol tərəfdə bir yataq otağıdır. Gördüyünüz kimi yataq otağı tam hazır vəziyyətdədir. Böyük bir zaldır, bir 40 kvadrata yaxın. Zalda 35-36, benim 38 kvadrat zalıdır. Baxın, zalı geniş, ürəyə yatan, əlverişli. Zalı da qəşəkdir. Bu hissəsi mətbəxdir, gördüyünüz kimi. Mətbəx mebelləri düz tavana qədər yığılıb. Tam rahatçılıqla, hörmətli izləyicilər, geniş bir mətbəxi var. Rahat oturub burada çörəyi yeyə bilərsiniz. Bax, buradan da keçirik, demək, dəhliz hissəsinə ayrıca. Dəhlizdə burada bir sanuzeldir. İkidən demək olar, dəhlizi var. Hamam, sanitar qovşaq kiçik bir yerdə təmir qaydasında. Evin təmiri gözəl. Yəni, hər şey qaydasında. Buradan da birbaşa bir yataq otağına keçirik. Gördüyünüz kimi, bir dənə də yataq otağı buradadır, hörmətli izləyicilər. Buranın da təmiri, hər şeyi, yəni göz qabağında gördüyünüz kimi də təmiri hamısı qaydasındadır. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, yenə qeyd edirəm. Evin bələdiyyə sənədi var. Yəni, hər şey qaydasında. Zalı da özü genişdir, hörmətli izləyicilər, ürək açandır. Elə bir, haradasa 5 metrdən çox enidir, 6 metrdə, haradasa 7 metrə yaxında uzunluğudur. Gördüyünüz kimi. Ev yenə qeyd edirəm, 92-170 marşrutlarından 200-250 metr məsafədə, qapının ağzına qədər demək olar asfaltdır, məktəbin düz yaxınlığındadır, marşruta da yaxındır. Sənədi bələdiyyə sənədidir, şəxsi inşa olunmuş bir evdir, qiymətdə 108.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq, birbaşa sahibi ilə görüşəcəksiniz, son sözü də ev sahibi edəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.